Y bərabərdir tangens x və y bərabərdir kotanki x funksiyaları və onların xassələri. Tangensin təyin olunmadığı nöqtələr pi bölü 2 plus pi k şəklində ədədlərdir. Ona görə x bərabərdir pi bölü 2, x bərabərdir mənfi pi bölü 2 və bu kimi düz xəttləri çəkirik. Bunlara tangensin asimptotları deyirlər. Tangens artan funksiyadır, tək funksiyadır, əsas dövrü pidir. Qrafik şəkildə çəkdim. Kotangens funksiyası azalan funksiyadır, tək funksiyadır, əsas dövrü pidir. Təyin olunmadığı nöqtələr pi k şəklində ədədlərdir. Qrafik çəkildi. 1-2 də qiymət veririk, qrafikini çəkirik. Birinci, 0 pi bölü 2 olduqda tangens və sinüs alfa ədədləri arasında münasibətlərdən hansı doğrudur? A bərabərdir tangens alfa. Tangens alfa sinüs alfa böl kosinüs alfadır. Sinüs alfa böl kosinüs alfanı sinüs alfa ilə müqayisə eləyək. Sinüs alfanın dəyərini yazaq. Sinüs alfa böl 1. Surətləri bərabər müsbət ədədlərdir. Biri cürb olduğundan. Sinüs alfa böl kosinüs alfanın məxrəci sinüs alfa böl 1-in məxrəcindən kiçikdir. Deməli, surətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyük olur. Bu da B-yə bərabərdir. Deməli, A böyükdür, B oldu. İkinci. Fx bərabərdir tangens 5x plus 3 funksiyasının əsas dövrünü tapın. Deməli, tangens x-in dövrü 5 pi olduğundan pili bölü x-in əmsalının moduluna 5-ə. Cavab C bəndi. Üçüncü. Y bərabərdir 3 tangens 4'də 3x. T bərabərdir. Pi'ni bölürük. Tangensin əsas dövrü pi'dir. X'in əmsalı 4'də 3'ə. Bu deyilir 4 pi böl 3. Əmsaldakı 3'ün dövrə heç bir dəxli yoxdur. D bəndi. T bərabərdir pi bölmək 5. Y bəndi. Funksiyalardan hansı ikinci rübdə artandır? Deməli, kotangens azalan funksiyadır. Tangens artan funksiyadır. Bütün rüblərdə artır. Cavab D. Funksiyalardan hansı dördüncü rübdə azalandır? Kotangens bütün rüblərdə azalır. Deməli, C. 7. Funksiyanın ən kiçik qiymətini tapın. Tangens kvadrat funksiyasının ən kiçik qiyməti 0'dır. Tangens özü bütün qiymətləri alır, mənfi sonsuz, müsbət sonsuz. Ancaq kvadrata qaldıranda bütün ədədləri ən kiçik 0 alınır, ən böyüyü yoxdur. Deməli, ona görə 2 vurulsun 0, çıxılsın 5. Mənfi 5. Y bəndi. Funksiyanın ən kiçik qiymətini tapın. Kotangens kvadrat 2x funksiyasının ən kiçik qiyməti 0'dır. 4'də 1 vur 0, üstə gəlir 4, bu deyilir 4. Deməli, seçmə yolu ilə sol tərəfin sıfırlarını tapırıq. Vuranda 6, toplayanda 5 eləyən ədəd 2, 3'dir. Kvadratik funksiyanın qrafiki yuxarı paraboladır. Yuxarıda qalan hissənin ordinatları müsbət olduğundan cavab eləyir 2'nin solu, 3'ün sağı. C bəndi. 10-cu. Ədədləri üçün doğru münasibətləri müəyyən edin. Mənfi 178 dərəcə 3-cü rübə düşür. 3-cü rübdə sinüs mənfidir. Deməli, A mənfi ədəddir. 195 də 3-cü rübə düşür. 3-cü rübdə tangens müsbətdir. Deməli, B müsbətdir. A mənfi, B müsbət. C. 11-ci. İfadələrdən hansının qiyməti mənfidir?
Deməli 3 burada 3 radiandır. 3 radian 3 vururuq 50, 1 radianımız 57-dir. 357-yə vuranda 171 dərəcə eləyir. İkinci rübə düşür. Tangens mənfidir. Deməli birinci ədəd mənfidir. İkinci ədəd. Tangensin 3 pi'də qiyməti 0'dır. Üçüncü. 3 vurmaq 0. Tangens pi'də 0'dır. Bu da eləyir 0. Dördüncü. Tangens 3 dərəcə müsbətdir. Beşinci. Tangens 333 dərəcə mənfidir. Bizdən mənfini soruşurdu. Deməli 5-ci. Beşinci, bir də birincini tapmışdıq. Cavab Y bəndi. Nömrə 12. Funksiyalardan hansının təyin oblasti pK şəkilli ədədlərdən başqa bütün ədədlərdir. Burada cavab olacaq, deməli pK şəkilli ədədlərdən başqa ədədlər. Tangens sözü niyə bərabərdir? Tangens tərifi necədir? Baxaq görək. Tangens x-in tərifi y bölü x. X 0 olanda tangens təyin olunmur. X da 0 olur nöqtə y ox üzərində. Bu B ilə D nöqtəsinə uyğun gələn bucaqlar ki var, orada tangens təyin olunmayıb. B-yə D-yə uyğun gələn bucaqlar. B-yə və D-yə uyğun gələn bucaqlar pi bölü 2 plus pK şəklindədir. Çünki A nöqtəsi pi bölü 2 qədər dönəndə P-in üzərinə düşür, B-in üzərinə düşür. Üstə də pi bölü 2 gələndə gəlir D-in üzərinə düşür. Tangens isə bu belədir. Pi bölü 2 plus pK. Və kotangens nətərdir? Kotangens. Kotangens x bərabərdir x bölü y-dir. Y 0 olanda kotangens təyin olunmur. Y-də o vaxt 0 olur ki, nöqtə harda olsun? X ox üzərində olsun. X ox üzərində olan nöqtələr A ilə C-dir. A ilə C-yə uyğun gələn bucaqlar pK-dır. Onu necə bölürük pK-dır? A-ya uyğun gəlir 0, üstə də pi gələndə gedir düşür C-nin üzərinə. Təzədən C-nin üstünə pi gələndə gəlir düşür A-nın üzərinə. Deməli, A ilə C nöqtəsinə uyğun gələn bucaqlar pK şəklində olan bucaqlardır. Kotangens isə o nöqtələr üçün və o nöqtələrə uyğun gələn bucaqlar üçün təyin olunmayıb. Deməli, cavab onda olacaq burada D bəndi. Tangens isə təyin oblasti o pi bölü 2 plus pK şəkilli ədədlərdən başqa bütün ədədlərdir. Nömrə 13. Burada deyir hansı bu pi bölü 2 plus pK bu tangensin təyin oblastıdır. D bəndi. On dörd. Y bərabərdir tangens sinus x. Funksiyasının təyin oblasını tap. Deməli, bu funksiyanın təyin oblası bütün ədədlər olmalıdır. Mənfi sonsuz, müsbət sonsuzluq. Niyə belə olur? X-ə istənilən qiymət verəndə həmin ədədləri sinus x mənfi 1 arasına daxil eləyir. Yəni sinusun qiymətləri bura düşür. Sən nə verirsən ver, bu sinus x mənfi 1 arasında olacaq. Bu sinusda təzədən tangensin arqumentində olduğuna görə bu artıq burada olacaq radian. Deməli, mənfi 57 dərəcə, bir də müsbət 57 dərəcə. Mənfi 57 dərəcə, müsbət 57 dərəcə aralığı ki var, onlara düşür. Bu mənfi 57 dərəcə, bu müsbət 57 dərəcə. Bu hissəyə düşür. Burada olur birinci rüb, bir də dördüncü rüb. Yəni bunların bu mənfi 57, müsbət 57 dərəcə arasında düşən bucaqlar üçün tangens təyin olunub. Tangens təyin olunmur pi bölü 2 plus pK şəkilli ədədlər üçün. Ona görə orada alınan ədəd mənfi 57, müsbət 57 arasında düşdüyünə tangensin mənası olacaq. Cavab Y bəndi.
15-ci. Y bərabərdir tangens kosinus x. Deməli, kosinusun təyin olması bütün ədədlərdir. İndi görək burada x bütün ədədlər olanda nə baş verir? Kosinusun qiymətləri gedir düşür mənfi 1-1 arasına yenə həmişə idi. Burada da təyin olması bütün ədədlər olacaq. 16. Funksiyalardan hansı təkdir? Tək funksiyanın tərifi var da. F mənfi x mənfi fx şərti ödənərsə, təyin oblasında düşən bütün x artır. Onda bu tək olur. Birincidə bu cos x-in yerinə mənfi x qoyanda cos x alınır. Deməli, cüt funksiya alınır. B bəndində C-də cüt alınır. C-də də cüt alınır. D-də də cüt alınacaq. D-də də Y olacaq cavab. Niyə görə Y olacaq? İzahını eləyim. Deməli, bizə verilib fx bərabərdir sinus x funksiyası. Biz f mənfi x-i tapaq. Olacaq sinus mənfi x. Sinus tək funksiya olduğuna görə bu olacaq sinus mənfi sinus x. Yenə sinus tək funksiya olduğuna görə mənfi çıxır qabağa sinus x. Nəticədə nə alınır burada? Alınır mənfi fx. Yəni f mənfi x bərabərdir, mənfi x bərabərliyi ödənir. Bu bərabərlik ödəndi. Buna görə də cavab Y bəndi. Qalanlar hamısı cütdür. Funksiyalardan hansı dördüncü rübdə azalandı? Biz bilirik ki, kotangens funksiyası azalan funksiyadır ümumiyyətlə. Ona görə cavab A bəndi. 19. Funksiyalardan hansılar birinci rübdə artandı? Tangens bütün rüblərdə artır. Tangens. Bizə deyir, hansılar birinci rübdə artandı? Məsələn, birinci rübdə artır. Birinci. Sonra sinus da birinci rübdə artır. Qrafiki var hamısının bunların bilirik. Kosinus birinci rübdə azalır. Kotangens ümumiyyətlə azalandı. Deməli, birinci ilə ikinci. A bəndi. 20. Funksiyanın əsas dövrü. Verilən funksiyanın əsas dövrü olur 2pi bölünsün. Modulda n-3 dediyimiz qayda əsası. Bu da deyir pi böl 5'ə bərabərdir. Pi'yə hər tərəfi bölsük. Modulda n-3 bərabərdir 10. Buradan alınır ki, n-3 ya 10'a bərabərdir və ya n-3 mənfi 10'a bərabərdir. Birinciden alınır n1 bərabərdir 13. İkinciden alınır n2 bərabərdir mənfi 7. Sonra nə deyir? X funksiyasının əsas dövrü pi böl 7'dir. X'in dövrünü tapanda nətər olacaq burada? Deməli, tangensi yenə əsas funksiya burada. Tangensin dövrü pi'dir. Pi'ni bölür modulda n plus 2'ye. Bu da bərabər olur. Bunun dövrünü neçə verir? Pi böl 7'ye. Buradan alınır ki, modulda n plus 2 bərabərdir 7. 2 hal var. N plus 2 ya 7'dir və ya n plus 2 mənfi 7'dir. n1 bərabərdir 5. n2 bərabərdir mənfi 9. 2'də də buradan qiymət tapdıq. Bizdən soruşur n plus n cəminin ən kiçik qiyməti. N plus n'in ən kiçik qiyməti. Toplananların kiçik olması üçün, cəmin kiçik olması üçün toplananlar gəlir özünün ən kiçik qiymətini ala.
M-in ən kiçik qiyməti -7-dir. N-in ən kiçik qiyməti -9-dur. Toplayanda eləyir -16. D bəndi. %21. Deyir x pi bölü 4 pi bölü 2 arasında olanda hansı ifadələr doğrudur? Test olduğuna göre əvvəl iki üsulla eləyəcəm. Birinci üsul. Test olduğuna göre vəziyyətdən çıxmaq üçün yəni. Pi bölü 4 pi bölü 2 arasında bir ədəd götürək. Məsəl üçün götürək. Elə ədəd götürək ki, qiymətləri məlum olsun bizə. Pi bölünsün 3. 60 dərəcə yəni. Yoxlayaq indi. Birincini yoxlayaq. Kosinus 60 dərəcə. Kiçikdir sinus 60 dərəcə. Görək düzdür bu, düzdür. Kosinus 60-ın qiyməti 2-də 1-dir. Sinus 60-ın qiyməti kök altda 3 bölü 2-dir. Bu doğrudur. 2-də 1 kök altda. Birinci deməli doğru oldu. Keçək ikinciyə. Tangens 60 dərəcə. Kiçikdir sinus 60 dərəcə. Tangens 60 dərəcənin qiyməti kök altda 3. Sinus 60'ın qiyməti kök altda 3 bölü 2. Bu səhvdir. Üçüncü. Kotangens 60 dərəcə. Kosinus 60 dərəcə. Birinci sol tərəf kotangens. Kotangens 60'ın qiyməti kök altda 3 bölü 3'dir. Kosinus 60'ın qiyməti 1 bölü 2'dir. Bu kök altda 3 birdən böyük ədəddir. Bu səhvdir. Dördüncü. Kotangens 60 dərəcə. Kiçikdir. Tangens 60 dərəcə. Kotangens 60 kök altda 3'dir. Kotangens 60 kök altda 3 bölü 3'dir. Tangens 60 kök altda 3'dir. Bu da doğrudur. Deməli 2 ilə 3 təmiz bildik ki, səhvdir. Amma 1 ilə 4 düz ola bilər. Düz ola bilər. Yəni dəqiq burada bax 1 ilə 4'ü götürəcək cavab. Testdir də bu. A bəndi. Düz o. Amma bu dəqiq isbat deyil. Eğer dəqiq ispat ediriksə, onda yazıram. Bax dəqiq. 1 ilə deməli bir şeyin səhv olduğunu göstərmək üçün bir dənə nümunə göstərmək lazımdır. Biz 2 ilə 3'ü dəqiq göstəririk. Bir dənə nümunə göstəririk ki, o düzdür. Amma ispat eləmək üçün ispat bir dənə ilə ispat olunmur bu. Yəni ümumi halda ispat olunur. Ona görə indi dəqiq ispat edirəm. Birinci. Görsədək ki, həqiqətən x pi bölü 4 pi bölü 2 arasında olanda cos x sinus x-dən kiçikdir. Sinus x müsbətdir verilən aralıqda. Hər tərəfin bunu sinus x-a bölək. Ya cos x-a bölək. Cos x-a böləndə alırıq ki, tangens x böyüdür 1. Tangens pi bölü 4'də 1 olur. Tangens də birinci rübdə artandır. Tangens birinci rübdə artdığına görə onda bucaq artdıqca tangensin də qiyməti artacaq. Tangens bilirik ki, pi bölü 4'də 1'dir. Pi bölü 4'də tangens 1'dir. Bunu bilirik. İndi x pi bölü 4'dən böyük olduqca pi bölü 2'dən də kiçik. Onda tangens artdığına görə tangensin də qiyməti 1'dən nə olacaq? Tangens x 1'dən böyük olacaq. X aralığa düşəndə. Bu bunun deməli isbatı. Bir isbatı belə vermək olar. Dördüncünün isbatını nətər yazmaq olar? Kotangens x kiçikdir tangens x. Verilən aralıq birinci rübə düşdüyünə görə kotangens tangensə müsbətdir. Hər tərəfin bunu tangens x-a vursuq. Alarıq tangens kvadrat x böyüdür 1. Buradan da alınır ki, tangens x böyüdür 1 və ya tangens x kiçikdir -1. İkinci doğru ola bilməz, çünki rüb birinci rübdür.
Birinci də tangens x ilə verilən arada birdən böyükdür. Çünki tangens pi bölü 4-də 1-dir. X artdıqca tangensin qiyməti artır, artan funksiya olduğuna görə. Deməli, bu da bunun isbatı olmalıdır. Deməli, 22. BC-ni verib 12. BD-ni verib 5. Pifagor teoreminə görə CD-yi tapdıq, elədi 13. Kök altda 5-in kvadratı üstə gəl 12-nin kvadratı. Üst bucaq CBD-də. AD də CD-yə bərabərdir. Burada 13. Onda AB olur 18. AB olur 18. Bizə deyir ki, kotangens A-nı tapır. Kotangens A kotangens bitişik katetin, yəni AB-nin CB-yə nisbətidir. Kotangens A. O da edir 18 bölü 12. 6-ya ixtisar eləsək 3 bölü 2. A bəndi. Nömrə 23. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən perpendikulyar endirilib. Hipotenusa AD-ni verib 2, BD-ni verib 8. Biz bilirik ki, onda CD-nin kvadratı beraber olur 2 vur 8, 16. Buradan CD beraber olur 4'e. Soruşulur tangens V. Tangens bucaq V. Üçbucaq BCD'den tangens V beraberdir. CD bölünsün BD. Karşı katet böl bitişik katet. 4 böl 8. Elir 2'de 1. 24. Funksiyanın qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, A müsbət olanda qarşılıqlı müsbət tərs ədədlərin cəmi 2-dən böyük bərabər olur. A mənfi olanda qarşılıqlı müsbət tərs ədədlərin cəmi mənfi 2-dən kiçik bərabər olur. Tangens kotangens tərs ədədlərdir, tərs funksiyalardır. Həm də tangens x, kotangens x-ə vuranda 1 eləyir. Ona görə onun qiymətlər olası olacaq. Mənfi sonsuzluqda mənfi 2-yə, 2-dən müsbət sonsuzluğa. B bəndi. Münasibətlərdən hansılar heç bir alfa üçün ödənmir? A müsbət, B müsbət, A B-dən fərqli. Deməli, ədədi orta həndəsi orta haqqında bərabərsizliyə görə A üstə gəl B müsbət ədədlər üçün. Bunların ədədi ortası böyük bərabər olur həndəsi ortasından. Buradan alırıq ki, AB böl 2 kök altda AB, hər tərəfi kök altda AB-yə böləndə böyük bərabərdir 1. İndi burada şərtdə verib ki, A ilə B müsbətdir, A B-dən fərqlidir. Bu düsturda bərabərlik o vaxt olur ki, A B-yə bərabər olsun. A B olanda bu bərabərlik işarəsi ödənir burada. İndi burada da A-nı B-dən fərqli veribsə, onda burada bərabərlik ödənməyəcək. Bərabərlik ödənməyəcək, onda ödənəcək aşağıdakı A plus B'dir burada. A plus B bölmək 2 kök altda AB böyükdür 1. Böyükdür 1. Lakin sinus birdən böyük ola bilməz. Deməli, birinci səhvdir. Birinci səhv oldu. Bizədir heç bir alfa üçün ödənmir. Deməli, bir cavabda olacaq. Ödənmir. Keçək ikinciyə. İkincidə bir yazdığımız xassədə nə oldu bir yazdığında? Aldıq ki, A plus tərsəsinə çevirəndə onda olur 2 kök altda AB bölünsün A plus B kiçikdir 1. Bu ödənir. Bu doğrudur. Sonra keçək üçüncüyə.
Tangens beraberdir A plus B bölü 2 AB'ye. A plus B bölü 2 AB'ni nə tapmışıq bu ya? Birdən böyük ədəd. Tangens birdən böyük ədəd ola bilər də. Deməli bu ödənir. Dördüncü. Sinüs alfa üstə gəl kosinüs alfa vur tangens alfa. Tangens alfanın yerinə yazaq sinüs alfa bölü kosinüs alfa. Ancaq nəzərdə saxlayaq ki, kosinüs 0 ola bilməz. Alınır 2 sinüs alfa bərabərdir 2. Sinüs alfa da bərabərdir 1. Bu kosinüs alfa 0 ola bilməzsə, onda sinüs alfa da 1 ola bilməz. Deməli, bu bərabərlik onda ödənmir. Beşinci. Tangens alfa üstə gəl kotangens alfa bərabərdir kök altda 2. Bu tangensdən kotangens tərs ədədlərdir. Tərs ədədlərin də cəmi yuxarıda yazmışdım. Ya 2-dən ya böyük olmalıdır, ya da mənfi 2-dən kiçik olmalıdır. Bu isə 2-dən kiçik ədəddir. Mənfi 2-dən bu da ola bilməz. Deməli, hasılar ola bilmədi. Baxa başdan. Minus koymuşam da ola bilməz. 1 ola bilməz. 3 ola bilməz. 5 ola bilməz. 1 ola bilməz. 4 ola bilməz. 5 ola bilməz. 1, 4, 5. 1, 4, 5. 1, 4, 5. Hansı variantdadır bu? Y variantında. Deməli, cavab olur Y variantı. Funksiyanın qiymətlər çoxluğunu tapın. Fx bərabərdir. 6 sinüs x, kosinüs x. Tangens x-i kotangens x-a vuranda 1 verir. Ancaq ola nəsə iz qoymalıdır da yerində. O da bilmək lazımdır. Bunu da yazaq. 6-nı yazaq 3 vur 2. Olacaq 3 vur 2 sinüs x, kosinüs x. Bu deyilir 6, 3 vur 2 sinüs x, kosinüs x düsturdur. Sinüs 2x. Deməli, ancaq 3 sinüs 2x olsaydı, ancaq bu olsaydı. Qiymətlər olası mənfi 3, 3 yazmalıydıq. Amma elə deyir axı. Burada tangens də var, kotangens də var. Tangens x bilirik ki, tangens x. Sinüs x böl kosinüs x-i. Deməli, burada onda kosinüs x 0 ola bilməz. Bu 1. Sonra kotangens x ise kosinüs bölü sinüsü. Sinüs x ise 0 ola bilməz. Bunlar heç biri 0 ola bilməzsə, onda kosinüs x 0 deyilsə, sinüs x plus minus 1 ola bilməz. Sinüs x ise 0'dan fərqlidirsə, onda kosinüs x ise plus minus 1 ola bilməz. Onda belə çıxır ki, bu ucları almayacaq da bunlar. Ucları almayacaqlar bunlar. Sonra 0 ola bilməzsə sinüs 2x 0 da ola bilməz. Çünki sinüs 2x bərabər 2 sinüs x kosinüs x. Burada sinüs x kosinüs x 0 ola bilməz. Onda belə çıxır ki, bu qiymətlər olası olacaq mənfi 3-dən 0-a qədər birləşmə 0-dan 3-əcə. Mənim mənfi pi bölü 2, pi bölü 2 arasında modulda tangens x-in qrafikini qurmaq istəyirik. Bu mənfi pi bölü 2, bu pi bölü 2. Bilirik ki, qrafik belə gəlir də tangensə. Bu müsbət hissəsi, bu da mənfi hissəsi. İndi modul olduğuna görə x oxundan aşağıda olan hissə ki var, onların qiyməti müsbət olacaq. X oxuna nəzərə simmetrik əks elətdirəcək, alınacaq belə. Qırmızı ilə çəkeyim.
Aşağıdakı hissə burada pozacı olacaq yuxarıda. Yuxarıdakı hissə müsbət olduğuna görə modulları özü eləyəcək. Bax, qrafik bu vəziyyətdə alınacaq. Qırmızı çəkdiyim modulda sinüs qrafikdir. Baxaq cavaba. A bəndi yox. B bəndi hə. C bəndi başqadır. D bəndi başqadır. Y bəndi də başqadır. Keçək 28-ə. Tangens 4-cü zərcəl alfa üstə gəl kotangens 4-cü zərcəl alfa 47 olarsa tangens alfa kotangens alfanı tapın. Yazaq yerinə tangens kvadrat alfa üstə gəlsin. Kotangens kvadrat alfa minus 2 tangens kvadrat alfa kotangens kvadrat alfa. Məşhur eynilikdə a kvadrat plus b kvadrat eyniliyi. Bərabər 47-yə. Tangens alfa 1, kotangens alfa 1'dir. Burada bu 1'dir. Biraz səliqəli yazımı. Kotangens kvadrat alfa. Burada 1'dir. Onda alınacaq. Keçəcək özü 49 olacaq. Deməli, tangens kvadrat alfa üstə gəl. Kotangens kvadrat alfa bərabər 47 üstə gəl ki 49. Bunun kvadratıdır. Kvadratı 49 ise özü müsbət ədəddir. Bu tangens kvadrat üstə gəl kotangens kvadrat. Ona görə bu 7 imiş. Bizdən minusu soruşur. Bir dəfə də həmin eyniliyin oxşarı var. O tətbiq eləyək. Tangens alfa kotangens alfanın kvadratı çıxmaq 2 tangens alfa kotangens alfa yazmaq olar yerinə. Bərabərdir 7. Yenə bu tangens alfa kotangens alfanın yerinə 1 yazsıq. Alınır tangens alfa minus kotangens alfanın kvadratı bərabərdir 9'a. Kök alsıq hər tərəfdən. Kök alanda bundan modul çıxır. Tangens alfa çıx kotangens alfa. Modulda bərabərdir 3'ə. 9'dan kök alanda eləyir 3. Yani burada plus olardı. Sıra göre burada mənfi 2 tangens alfa kotangens alfadır. Üstə gəlmə olanda onlar gedəcək. Çıxma olsa getməz. Onda 7'dən 2 çıxanda 5 eləyir burada. Beş kökdə alanda eləyir kök altda 5. Fx funksiyasının əsas dövrü 3 olarsa Gx funksiyasının əsas dövrünü tapın. Kosinusun əsas dövrü 2 pi'dir. Verilən funksiyanın fx funksiyasının dövrünü tapanda 2 pi'ni bölürük pi böl 3a'nın moduluna. Şərtə görə də bu bərabərdir 3'ə. Onda indi bunu biz həll eləyək. Alınır modulda pi böl 3a bərabərdir 2 pi böl 3. Buradan da alınır ki pi böl 3a bərabərdir ya 2 pi böl 3'ə və ya pi böl 3a bərabərdir mənfi 2 pi böl 3'ə. Pi'lər gedir buradan. 3'lər də gedir. A bərabər olur 2'yə. Burada pi'lər gedir, 3'lər gedir. A bərabər olur mənfi 2'yə. Sonra dir funksiyasının əsas dövrünü tapın. Gx funksiyası. Eləyir 4 tangens. A'nın yerinə plus minus 2 qoysuq. Eləyir plus minus 8 x minus 3. Tangensin əsas dövrü pi olduğuna görə pi'ni böləcəyik
plus minus 8'in modunla. Bu deyiləcək pi böl 8. Bir de yoxlayaq. 3'dür. Burada pi yazalım. Onda bu pi'ler yoktur burada. 3'lər getdi. 3'lər getdi. Onda burada ne alınacaq? A bərabərdir. Pi'lər getmir də. 3'lər gedir. A bərabər olur 2 böl pi'yə. Və yaxud da mənfi 2 böl pi'yə. Burada da onda 4 pi a'nı vuracaq 2 böl pi'yə. Pi a'nı 2 böl pi'yə bıraq. Deməli burada nətər olur? Pi vurulsun plus minus 2 böl pi. X minus 3. Pi'ler ixtisar gedir olur 4 tangens plus minus 2x minus 3. 2x. Deməli onda pi'ni böləcəyik plus minus 2'nin modunla. Ben əvvəl elə düz yazmışdım. 2 pi bölü 3 idi. Burada 2. Burada bir de axırda plus minus 2 yazmışdım. Pi'ni yazmamışdım. Pi'ler ixtisar gedir. 0.5 alınır. Fx funksiyası mümkün en böyük mənfi qiymətini alarsa. Tangens 1 bölü tangesdən tərs funksiya olduğuna görə, məlum xassəyə görə, əgər toplananlar təkdirsə, mənfidirsə daha doğrusu, bunların cəmi mənfi 2'dən kiçik bərabər olur həmişə. Mənfi tərsədlərin cəmi mənfi 2'dən kiçik bərabərdir. Bərabəri də o vaxt olur ki, tangens x 1 olsun. Mənfi 1 olsun. Tangens x'in mənfi 1 olanda kotangens x də mənfi 1 olur. Tərsəsi də onun. Soruşulanda yerinə qoysun. 1 üstü 6, üstə gəl mənfi 1 üstü 6. Bu deyilir 2. 32. Uyğunluq testidir. Birinci. Bir əsas dövrü pi bölü 2 olan hansıdır? Onda bəndlərə baxaq da bir də dövrlərin tapaq bunların əvvəlcə. A bəndi. Tangensin dövrü pi olduğuna görə pi'ni bölü x'in əmsalına bu eləyir 10 pi. B bəndi. T bərabərdir. Sinusu 2 pi olduğuna görə əsas dövrü bölü 4'ə bu eləyir pi bölü 2. C bəndi. Kotangensin dövrü pi'dir. Pi'ni bölü 2'ye. D bəndi. Kosinüsün dövrü 2 pi'dir. 2 pi'ni bölü 3'də 2'ye. Eləyir 3 pi. Y bəndi. Tangensin dövrü pi'dir. Pi'ni bölü 3'də 1'ə. Bu deyilir 3 pi. İndi cavabları yazaq. 1, 2, 3. Bir də deyir dövrü pi bölü 2 olan. Dövrü pi bölü 2 olan burada oldu. B bəndi ilə C bəndi. B ilə C. Sonra C'də elə dövreydi. Sonra ikinci. İkincidə deyir dövrü 2 pi olan. Dövrü 2 pi olan burada. Dövrü 2 pi olan. 2 pi'ni 2'də 1'ə böldü pi. Birincidə 10 pi nədir? Birincidə 2 pi eləyir. Elə pi'ni 2'də 1'ə böləndə. Bu 2 pi eləyir. Deməli 2'yə uyğun gəldi A bəndi. Üçüncüdə deyir dövrü 3 pi olan. Dövrü 3 pi olan D ilə 7.
33. Dövrləri tapaq. 5 dənə funksiya verilib. A bəndi. T bərabərdir. Sinüs olduğuna göre 2 pi'ni bölü 3'te 4'e. İxtisar gedir. 4'den 2 ixtisar gedir. Olur 2'de 3 pi. B bəndi. Tangensi olduğuna göre tangensin esas dövrü pi'dir. Pi'ni 3'te 2'ye böldük. 2'de 3 pi. C bəndi. Kosinüsün esas dövrü 2 pi'dir. 2 pi'ni böldü 2'ye. Olur pi. D bəndi. Kotangens. Kotangensin dövrü pi'dir. Pi'ni böldü 2'ye 1'e edir 2 pi. Y bəndi. Sinusu x'in əmsalı 1'də elə qalır 2 pi. İndi cavabları yazaq. 1, 2, 3. Birdə deyir dövrü 2 pi olanlar. Dövrü 2 pi olan burada D bəndidir. Bir də Y bəndidir. 2'də deyir dövrü pi olanlar. Dövrü pi olan C bəndidir. 3'də deyir dövrü 3 pi bölü 2 olan A bəndidir. Bir də B bəndidir. Deməli birinciyə baxaq. Y bərabərdir 2 sinus x verib. Nəyi tapıb bəs? Dövrün tapıb, ən böyük qiymətini tapıb, ən kiçik qiymətini tapıb. Bu funksiyanın dövrü 2 pi'dir. Ən böyük qiyməti 2'ni vururuq 1'ə edir 1. Ən kiçik qiyməti də 2'ni vururuq mənfi 1 edir mənfi 2. Hansılar uyğun gəldi? Dövr 2 pi A bəndidir. Sonra ən böyük qiyməti burada 2'dir. Burada 2'ni 1'ə vuranda 2 edir. Ən böyük qiyməti 2. C bəndi. Keçək ikinciyə. Y bərabərdir cos 2x funksiyası. Dövrü 2 pi bölü 2 pi eləyir. Sonra ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti mənfi 1'dir. Deməli dövr pi. Dövr pi D bəndidir. Sonra ən kiçik qiyməti mənfi 1 Y bəndidir. 3. Y bərabərdir tangens 4'də 1x. Tangensin dövrü pi'dir. Pi'ni böldük 4'də 1'ə edir 4 pi. Dövr 4 pi. Oldu B bəndi. Bu funksiyanın ən böyük ən kiçik qiyməti yoxdur. Deməli 1'ə AC, 2'yə DY, 3'ə də B. 35. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Birinci funksiyamız y bərabərdir mənfi 3 kosinüs x-dir. Suallar nədir burada? Dövr ən böyük qiymət, ən kiçik qiymət. Bir yaxdan. Bunun dövrü 2 pi'dir. Ən böyük qiyməti 3'dir. Ən kiçik qiyməti mənfi 3'dir. Deməli ən böyük qiymət B'dir. Ən kiçiyi yox. Dövrü 2 pi Y'dir. Bu birinci. İkinci. Y bərabərdir 2 sinus 2x. Dövrü 2 pi'ni bölü 2'ye pi eləyir. Dövrü pi. A bəndi. Ən böyük qiymət 2, ən kiçik qiymət mənfi 2. D bəndi. Üçüncü. Y bərabərdir kotangens 4x. Dövrü pi bölü 4 C bəndi. Ən böyük ən kiçik qiyməti yoxdur. Deməli nömrə 35. 1'ə BY, 2'yə AD, 3'ə C. 36. Burada da dövr tapıb ən böyük ən kiçik qiymət. Birinci funksiyamız.
En büyük qiymət burada 3'dir. En kiçik qiymət mənfi 3'dir. Dövrü də pi'dir. Demek kosinus yerine bir dəfə 1 qoyuruq. Bir dəfə mənfi 1. Dövrü də tapanda 2 pi'ni 2'yə bölürük. Dövrü pi B bəndidir. En büyük qiymət 3 C bəndidir. Keçdi 2'yə. Dövrü 2 pi A bəndidir bunun. İkisinin əmsalı 1 olduğuna göre. En büyük qiymət 2'dir. 2'ni 1'ə vururuq. En kiçik qiymət də mənfi 2'dir. Y bəndi. Üçüncü. Tangensi. Dövrün tapanda tangensin dövrü pi'dir. Pi'ni x'in əmsalına bölünür moduna 1 eləyir. Dövrü 1 D bəndidir. En böyük en kiçik qiyməti yoxdur. Otuz yedi. Birinci. Deməli dövrü 2 pi bölü 3'dir. Y bəndi. Sinusun dövrü 2 pi'dir. 2 pi'ni 3'ə böldük. En böyük qiymət 2 D bəndi. Mənfi 2'ni mənfi 1'ə vurduq. Azalan funksiyadır. Sinusa bir də tek kimi baxsın. İkinci. Dövrü 2 pi bölü 2 o da edir pi C bəndi. Sonra en büyük qiymət 3, en kiçik qiymət mənfi 3. Bir dəfə 3'ü 1'ə vurur, bir dəfə mənfi 1. B bəndi. Üçüncü. Dövrün tapanda pi'ni bölü pi'ye 1 eləyir. Bu dövrüdür. A bəndi. En büyük en kiçik qiymətlə kotanjesi olmur. Uyğunluğu müəyyən edin. Modulda sinus alfaya bərabərdirsə, deməli sinus alfa müsbətdir. Sinus alfa da müsbət olur birinci, ikinci rübdə. Deməli belə çıxır ki, buradan alfa daxildir 1'ə 2'yə. Digər tərəfdən kotanjesi alfa mənfidir. Kotanjesi alfa mənfi onda ikinci rübdür bu. Cavab oldu 1'də 2. İkinci rüb. İkinci rüb. Sonra indi burada bu göre hansı uygun gəlir? Alfa deyir 3-cü rübümüz adı. Yox. Sinus alfa vur kosinus alfa müsbətdir deyir. Yox. İkinci rübdə sinus müsbətdir, kosinus mənfidir. Vuranda mənfi eləyər. Alfa ikinci rübümüz adıdır. Bəli. C bəndi. Tangens alfa vur sinus alfa müsbətdir. Yox. Alfa bucağın yox. Keçək ikinciyə. Modulda tangens alfa bərabərdir tangens alfaya. Deməli bu ya birinci rübdür, ya üçüncü rübdür. Digər tərəfdən sinus alfa da mənfidir. Onda bu üçüncü rübeymiş. Alfa üçüncü rübümüzədir. İndi baxaq cavablara. Alfa üçüncü rübümüzədir. A bəndi. Düz. Sinus vur kosinus müsbətdir. Üçüncü rübdə bunlar ikisi də mənfidir də. Sinus da mənfidir, kosinus. Vuranda müsbət eləyir də, düzdür bu da. B bəndi. C bəndi səhvdir. Tangens vur sinus müsbət 3-cü rübdə. Yox. Çünki orada mənfidir, tangens müsbət. Keçdi 3-cüyə. Modulda kosinus alfa bərabərdir kosinus alfa. Deməli kosinus alfa müsbətdir. Bu da 1, 4'dir. Birinci və 4-cü rüblər olur. Digər tərəfdən sinus alfa da mənfi olmalıdır. O da bu 4-cü rübümüz adı. Baxaq başdan. Bir A düzdür. 4-cü rübdə sinus mənfi kosinus müsbət. B də səhvdir. C də səhvdir. 4-cü rübdə tangens mənfi, sinus mənfi. Vuranda müsbət edir. D düz. (39) uyğunluqdur. 1. Kosinus alfa modulda kosinus alfaya bərabərdir. Deməli alfa ya 1'dir, ya 4'dür. Tangens müsbətdir, deməli birinci rübdür alfa. Rüb birinci rübdür. Birinci rübdə bu bəndlərdən hansı düzdür? A yox. B düzdür. Hər ikisi müsbət olduğuna görə. Sonra C düzdür. Tangens kotangens mənfi, o da düzdür. Alfa birinci rübümüzə o da düzdür. Y bəndi. İkinci. Modulda kotangens alfaya bərabərsə, deməli kotangens alfa müsbətdir. Onda alfa ya 1'dir, ya 3'dir. Sinus mənfi olur, onda bu 3-cü rübeymiş. 3-cü rüb. 3-cü rüb. A bəndi düz.
Üçüncü rübdə sinus vur tangens B bəndi səb, C bəndi səb, tangens kotangens o da səb, bir də A düz. Üçüncü. Modulda sinus alfa sinus alfaya bərabərdir. Sinus alfa müsbət olanda üçüncüdə. Deməli alfa ya 1-dir ya 2-dir. Kosinus da mənfidir. Deməli ikinci rübdür burada. A bəndi səb. İkinci rübdə sinus müsbət, tangens mənfi. B bəndi səbdir. C bəndi düzdür, ikinci rübdür. Tangens bir kotangens mənfi, ikinci rübdə. İkinci rübdə bunlar ikisi də mənfi. İkinci rübdə bunlar ikisi də mənfidir. Buranı da müsbət eləyər. D də səbdir. Deməli 1'ə nə oldu? B'yi, 2'ye A, 3'ə C. Qırx. 0 pi bölü 2 aralığında tangens və kotangens funksiyanın qrafiklərin çəkmə nöqtəsindən apsixona qədər məsafə tapaq. Sıfırda tangensin qiyməti sıfırdır. Pi bölü 2'də də təyin olunmayıb o. Belə gedir də qrafik. Pi bölü 2 xəttinə yaxınlaşır. Kotangensin qrafiki. Kotangens sıfırda təyin olunmayıb. Pi bölü 2'də sıfırdır. Belə gəlir kotangensin qrafiki. Pi bölü 2'də sıfırdır. Bu da kırmızı da oldu kotangensin qrafiki. Tangens kotangensə bərabər olan nöqtə çəkmə nöqtəsidir. Tangens kotangensə bərabər olur pi bölü 4'də. Deməli 40'ın cavabı oldu 1. Tangens pi bölü 4'ü tapdı, o da AB məsafəsi 41. Deməli burada da tangens kotangensi ancaq bu səfərin mənfi pi bölü 2, müsbət pi bölü 2 arasında verib qrafik. Mənfi pi bölü 2 0 arasında. Tangensin qrafiki belə gəlir burada. Kotangensin qrafiki. Kotangens mənfi pi bölü 2'də 0'dır. Tangensə deməli oldu beləncə. Artan funksiya tangens. Kotangens mənfi pi bölü 2'də 0'a bərabərdir. Azalan funksiyadır. Bu qırmızı ilə çəkim. O belədir. Çəkmə nöqtəsi mənfi pi bölü 4'dür bura. Tangensi kotangensə bərabər eləyən 4-cü rübdə bucaq. Tangens mənfi pi bölü 4 eləyir mənfi 1. Onu da modulun götürəcək məsafə olduğuna görə eləyir 1. Yəni bu A nöqtəsindən B nöqtəsinə qədər məsafə axtarılır. Bu məsafədə axtarılan məsafə 1. Cavab 1.